Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazidə fəaliyyətini davam etdirir. Muğan TV xəbər verir ki, mayın 2-sində Avropa müşahidəçiləri Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar xüsusi avtomobillərlə yol boyu hərəkət edib, binokulla Azərbaycan ərazilərinə müşahidə aparıblar. Azərbaycan sərhədçiləri isə müşahidəçi missiyasının hərəkətlərini nəzarətdə saxlayıb və qeydə alıblar. Mirsahib Rahiloğlu, Muğan TV.